Allahın Cəllə fi'ulə feilləri hikmət və məsləhətləri əhatə edir. Allahın hər bir feili nəticəsində bir fayda hasil olur. Həmbəllər qatında məşhur görüşə görə Allahın feilləri nəticəsində ortaya çıxan hikmət və faydalar var. Lakin bunlar Allah üçün həmin işi etməyə səbəb olan amil deyildir. Yəni illət olan yaxud məqsəd olan amil hesab olunmur. Çünki Allahın feilləri bir illətə bağlı deyil. Əksinə, fayda və hikmət feildən birbaşa sonra ortaya çıxır. Çünki Allahın feilləri əbəsi, yəni boş və faydasız deyil. O bir işi etdikdə, o işin nəticəsində fayda və mənfəətlər yaranır. Lakin bunlar Allahı həmin işi etməyə vadar edən, yaxud onu bu işləri etməyə sövq edən səbəb, məqsəd deyil. Bəlli olur ki, məsləhət və fayda Allahın feillərində mövcud olur. Çünki Allah boş və mənasız bir şey yaratmaz. Və bir şeydə aydın olur ki, Allahın feillərini hikmət idarə etmir. Əksinə, hikmət onun əməllərinin nəticəsi olaraq təzahür edir. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. والعاقبة للمتقين ولا عدوان إلا على الظالمين وصلى الله وسلم على نبينا محمد وعلى آله وصحبه ومن تبعهم بإحسان إلى يوم الدين أما بعد. Biz İmam Abdülbaqir Məvahibinin rahimehullahu teala Əl-Ayn vəl-Əsər adlı etiqadi mətni oxumağa davam edirik və keçən dərsimizdə sifətlər mövzusunu bitirdik və sifətlərlə əlaqəli olan bir sıra məsələləri öyrəndik. Və daha sonra müəllif rahimehullahu teala feillər fəslinə keçir və buyurur ki: "Kullu şeyin sivallahi və sifatihi hadisun və huve subhanahu və teala xalaqahu və awjadahu və ibtada'ahu minel adam la li'illatin və la ligharadin və la limucibin və la yef'alu şey'en abasa ve cemi'u ef'alil ibadi kasbun lahum ve hiye mahluqatun lillah khayruha ve şerruha vel abdu muhtarun yesiru fi kasbi ta'ati ve iktisabil ma'siyah gayru mukrahin ve la mucbar." Buyurur ki, Allah ve onun sifətlərindən başqa hər bir şey sonradan ortaya gələndir. Yəni hədistir. Allah Cəllə və Alə məxluqatı yaratdı, var etdi və onları yoxluqdan başlatdı. O bunu heç bir illətə, heç bir səbəbə, məqsədə və məcbur edici amilə görə etmədi. Nə də bunu boş yerə etdi. Bütün qulların əməlləri onların qazancı olmaqla Allahın yaratdığıdır. Onların yaxşısı da, pisi də belədir. Qul yaxud da ki bəndə itaəti qazanmaqda və günah işlətməkdə seçim sahibidir və buna məcbur deyil. Və müəllif rahimehullahu teala burada bir sıra məsələlərə toxunur. Və bu məsələlər bir sıra incə məqamları özündə şamil edir. Və buna görə də etiqadi mövzuları öyrənən tələbə bu mövzunu diqqətlə dinləməli və itqan etməyə çalışmalıdır. Və qeyd edildiyi kimi müəllif rahimehullah sifətlər mövzusunu bitirdikdən sonra feillər babına keçir. Rağib el-Əsfəhani rahimehullahu teala buyurur ki, feil müəssir, yəni təsir edən yönündən baş verən təsirdir. Və bu da ümumi gəlmiş bir ifadədir. Yəni, fail olanın icad etdiyi şeyləri, həmçinin icad etmədiyi şeyləri əhatə edir. İnsanın bilərəkdən və yaxud da ki, bilməyərəkdən, qəsdli, həmçinin qəsdsiz edilən və həmin feilin insandan, heyvandan yaxud cansız varlıqdan sadir olması kimi şeyləri şamil edir. Bütün bu şeylərə feil adı verilir. Və buradakı feil həm kəsb edilən, yəni qazanılmış əməlləri, həm də heç kimin kəsbi olmayan əməlləri əhatə edir. Və bəlli olur ki, insan əməli iki cəhətdən dəyərləndirilir. Bir tərəfdən onun kəsbi olması, yəni onun qazancı olması, digər tərəfdən isə Allahın onu yaratmasıdır. Çünki Allahın yaratmasıyla meydana gələn və heç kimin kəsbi olmayan əməllər də var. Və bunlar vasitəsiz olaraq Allahın yaratdığı şeylərdir. Və bu səbəbdən onlara Allahın yaratması və ya Allahın məxluqu deyilir. Lakin onun Allahın feilidir, deyilmir. Və bu barədə biz irəlidə danışacağıq. Və müəllif rahimehullah buyurur ki, Allahdan başqa hər şey hədisdir. Aləm Allahın zatı və sifətlərindən başqa olan hər şeydir və aləm sonradan yaradılmışdır. Və bu məsələ ümmətin sələfi və imamları arasında ittifaq edilmiş bir məsələdir. Və yalnız filosoflar və dəhrilər bu məsələdə müxalif olmuşlar. Dəhrilər, yəni materialistlər, maddəyə iman edənlər
ümumiyyətlə yaradanın varlığını inkar edirlər. Filosoflar isə aləmin bir yaradanı olduğunu qəbul etmişlər. Lakin eyni zamanda aləmin qədim, əzəli olduğunu etiqad etmişlər, onun əzəli olduğunu söyləmişlər. Həmbəli alimləri aləmin qədimliyinə inanan və ya yaradanın sonradan meydana gəldiyini iddia edən şəxsin küfrünə hökm vermişlər. Və bu məsələ bizim imamlar qatında qəti bilinən mövzulardan hesab olunur. Və müəllif rahimehullahu teala buyurur ki, Allah onu yaratdı, var etdi və yoxluqdan başlatdı. Yəni Allah bu aləmi yaratmış və onu yoxluqdan var etmişdir, yoxluqdan icad etmişdir. Və sonra buyurur ki, bir səbəb, yəni bir illət və ya məqsəd üçün deyil. Yəni Allahı aləmi yaratmağa sövq edən heç bir amil yox idi. Əksinə, bu sırf ilahi məşiyyətlə olmuşdur. Bu məhdul məşiyyədir. Allah Taala'nın xalis məşiyyəti ilə baş vermişdir. Və müəllifin bir illətdən ötürü deyil sözündə məqsəd, alimlərin buyurduqları kimi əl-illətul qaiyyədir. Yəni, qayə yönlü səbəbdir. Və ümumiyyətlə, məntiqçilər və kəlamçılar illətləri 4 qismə ayırmışlar. Çünki hər mümkün varlığın meydana gəlməsi bu 4 səbəbə, yaxud 4 illətə bağlıdır. Birinci illət maddi illətdir. Yəni, bir şeyin qüvvə halında mövcud olduğu maddədir. Ona müxtəlif surətlərin daxil olması baxımından maddi illət deyilir. Misal üçün, divar tikilir və bu işdə maddi illət, misal üçün, kərpic və daşlardır, həmçinin sementdir, betondur və s. İkinci illət isə suri illətdir, yəni formasal illətdir. Bu da bir şeyin feil olaraq mövcud olduğu surət və formadır. Misal üçün, bir adam bir kürsü düzəltmək istəyir. Onun taxtadan olan materialı var. Lakin onun forması və dizaynı suri illət adlanır. Yəni, onun hansı formada olacağı suri illət adlanır. Və üçüncü illət isə təsir edici illətdir. Əl-illətul fəilə. Bu da bir şeyin mövcud olmasına təsir edən amildir. Misal üçün, bir divarı tikmək üçün bənnanın olması lazımdır. Faili illət də burada bənnadır. Və nəhayət dördüncü illət qayə yönlü yaxud qayəvi illətdir. Yəni, məqsəd tutulan bir şeydir. Yəni, faili bir işi görməyə sövq edən və onu həmin işi etməyə yönəldən səbəbdir. Və ümumi bir misalla bu məsələ daha da aydın olacaq. Məsələn, bir dülgər yatmaq üçün çarpayı düzəldir. Çarpayının maddəsi ağacdır. Surəti və forması onun düz və müəyyən bir görünüşlü olmasıdır. Onu düzəldən isə fail kimdir? Dülgərdir. Ondan məqsəd isə üzərində yatmaqdır. Və sonuncu illət, yəni onun üzərində yatmaq qayəvi illətdir. Çünki bu çarpayını düzəltməkdə məqsəd məhz budur. Və qayəvi illətə səbəblərin səbəbi də deyilir. Çünki qayəvi illət feildən öncə gəlir. Və bir dülgər çarpayı düzəltməkdən öncə zehnində onun üzərində yatmağı təsəvvür edir. Sonra bu məqsədə görə onu düzəldir. Və beləcə qayə bu əməldən öncə gəlir və o zehni illət hesab olunur. Və buna görə məntiq alimləri qayəvi illət səbəblərin səbəbidir demişlər. Maddə, surət və fail səbəblərindən fərqli olaraq, çünki onlar feildən öncə mövcud olur. Və müəllif rahimehullah buyurur ki, nə bir illət, nə də bir məqsəd üçün yaratmayıb. Və alimlər buyurmuşlar ki, səbəb və məqsəd, yəni əl-illətu vəl-qarad, mahiyyət baxımından eyni şeyə aid olur, lakin digər cəhətdən fərqlənir. Bunu misalla izah edək ki, daha da aydınlaşsın. Misal üçün, Əhməd adlı bir şəxs su əldə etmək üçün quyu qazır. Və burada qazmanın bir səbəbi var və o da su əldə etməkdir. Buna həm illət, həm də qarad, yəni məqsəd deyilə bilər. Lakin feilin özünə, yəni qazmağa nisbət etdikdə, bu qazmanın nəticəsində yaranan fayda olduğuna görə, yəni suyun əldə edilməsinə görə, bu feil nəticəsində yaranan faydanı qayəvi illət adlandırırlar. Ancaq feilin özünə deyil, faydanın özünə, yəni suyun əldə edilməsinə nisbət etdikdə, onun faili tərəfindən istənilən bir məqsəd olduğu üçün ona qarad, yəni məqsəd deyirlər. Buna görə də əl-qarad daimə failə nisbət edilir. Və biz deyirik ki, qayəvi illət ilə qarad zatı baxımından birdir, fərq yalnız baxış yönündəndir. Və qeyd etdiyimiz misalda olduğu kimi, Əhməd quyunu qazdı və nəticədə su əldə etdi. Əgər su əldə etməyə əmələ aid olan bir nəticə kimi baxsaq, ona illət deyərik. Əgər onu failin istədiyi məqsəd kimi nəzərə alsaq, ona qarad, yəni məqsəd deyəcəyik. Və bu səbəbdən deyilir ki, bu əməlin qayəvi illəti su əldə etməkdir.
və həmçinin failin bu əməldə məqsədi su əldə etməkdir. Lakin əgər əməlin nəticəsi və səmərəsi kimi nəzərdən keçirilərsə, bu halda ona fayda deyiləcək. Və beləcə bu qazmanın faydası su əldə etmək olacaq. Həmbəli alimlərinin burada dedikləri sözləri aydın olsun deyə bu fərqi düzgün anlamaq önəmlidir. Və düşünsək, görərik ki, illət və qərəz, yəni məqsəd, qazmadan əvvəl mövcuddur. Deməli, onların mövcudluğu xarici deyil, zehni bir mövcudluqdur. Quyu qazan şəxs qazmağa başlamazdan əvvəl zehnində bu illəti və məqsədi, yəni su əldə etməyi təsəvvür edir. Əgər o bunu təsəvvür etməsəydi, ümumiyyətlə o quyunu qazmazdı. Və buna görə də illət və qərəz əmələ zehni baxımdan öncədən gəlmiş olur. Fayda isə əməldən öncə gəlmir. Əksinə, əməlin nəticəsi və səmərəsi olaraq sonradan meydana çıxır. Çünki fayda əməlin hasil olmasına bağlıdır. Lakin fayda ilə illət və qərəz arasında həmişə tələzüm, uyğunluq olmur. Əvvəlki misalımıza qayıdaq. Əhməd su əldə etmək üçün quyu qazdı və burada bir illət və məqsəd var, su əldə etmək. Həmçinin fayda da meydana gəldi və o da suyun tapılmasıdır. Lakin fərz edək ki, Əhməd su tapmaq üçün quyu qazdı, amma su əvəzinə xəzinə tapdı. Bu halda yaranan fayda illət və məqsədə uyğun gəlmir. Yəni, fayda həmişə illət və məqsədlə birlikdə olmur. Yəni, fayda həmişə illət və məqsədlə birlikdə olurmu, yoxsa bəzən onsuz da meydana çıxa bilər? Cavab da budur ki, bəzən əməlin nəticəsində meydana gələn fayda əvvəlcədən nəzərdə tutulmuş illət və məqsəddən fərqli ola bilər. Və bizim misalda da göstərildiyi kimi, suyu qazanın məqsədi su əldə etmək idi, lakin o suyu tapmadı, əvəzində xəzinə tapdı. Xəzinənin tapılması bu qazmanın bir faydası və nəticəsidir, amma bu fayda faili o quyunu qazmağa sövq edən məqsəd deyildi. Deməli, əməlin nəticəsində ortaya çıxan fayda bəzən əvvəlcədən mövcud olan illət və məqsəddən ayrı ola bilər. Və misalda olduğu kimi, quyu qazanın məqsədi su idi, lakin nəticədə xəzinə əldə edildi. Və bu xəzinə qazmanın bir faydasıdır, amma faili hərəkətə gətirən əsas məqsəd deyildi. Və buna əsasən deyilmişdir ki, Allahın Cəllə fi'ulə feilləri hikmət və məsləhətləri əhatə edir. Allahın hər bir feili nəticəsində bir fayda hasil olur. Həmbəllər qatında məşhur görüşə görə Allahın feilləri nəticəsində ortaya çıxan hikmət və faydalar var. Lakin bunlar Allah üçün həmin işi etməyə səbəb olan amil deyildir. Yəni, illət olan, yaxud məqsəd olan amil hesab olunmur. Çünki Allahın feilləri bir illətə bağlı deyil. Əksinə, fayda və hikmət feildən birbaşa sonra ortaya çıxır. Çünki Allahın feilləri əbəsi, yəni boş və faydasız deyil. O bir işi etdikdə, o işin nəticəsində fayda və mənfəətlər yaranır. Lakin bunlar Allahı həmin işi etməyə vadar edən, yaxud onu bu işləri etməyə sövq edən səbəb, məqsəd deyil. Bəlli olur ki, məsləhət və fayda Allahın feillərində mövcud olur. Çünki Allah boş və mənasız bir şey yaratmaz. Və bir şey də aydın olur ki, Allahın feillərini hikmət idarə etmir. Əksinə, hikmət onun əməllərinin nəticəsi olaraq təzahür edir. Yəni, Allahı bir şeyi etməyə heç bir şey sövq yaxud vadar etmir. Allahı hər hansı işi görməyə məcbur edən səbəb, məqsəd və ya ona təkan verən amil yoxdur. Lakin Allah Cəllə və Alə bir işi etdikdə həmin feil ilə bağlı hikmət və fayda ortaya çıxır. Lakin bəzi alimlərə görə feil nəticəsində ortaya gələn fayda fail üçün əvvəlcədən hərəkət verici səbəb olmuşdur. Bu, bəzi alimlərin dediyi sözdür. Belə olan halda bu fayda və mənfəət, bu fayda və məsləhət təfaddul və lütf yönündən işi etməyə sövq edən məqsəd və illət hesab olunur. Bu, bizim bəzi alimlərin görüşüdür. Lakin burada bəzi əhl-i sünnət alimlərinin qeyd etdiyi bir məqam var. Onlar buyururlar ki, Allahın feillərinin yalnız məqsəd və səbəb ilə olduğunu demək, onun feillərini müqəyyəd etmək anlamına gəlir. Onun feillərini müəyyən çərçivəyə salmaq anlamına gəlir. Halbuki Quranda Allahın məşiyyəti mütləq şəkildə ifadə olunmaqdadır. Misal üçün Allah Cəllə və Alə buyurur ki, وَلَوْ شَاءَ لَهَدَاكُمْ أَجْمَعِينَ Əgər Allah istəsəydi, sizi hamınızı hidayət edərdi. Həmçinin buyurur ki,
وَلَوْ شَاءَ رَبُّكَ مَا فَعَلُوهُ Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Və ayətlərdə keçən məşiyyət mütləq məşiyyətdir, mütləq iradədir və qətiyyən müqayyət deyil, yəni müəyyən bir çərçivədə gəlmir. Bu səbəbdən əgər biri Allahın hər hansı bir illətdən yaxud məqsəddən ötürü etdiyini deyərsə, o Allahın feillərini bu illətlər və məqsədlər çərçivəsinə salmış olacaq. Və məhz bu səbəbdən həmbəllərin bu mövzuda görüşü, bu mövzuda mövqeyi əqli nəzər baxımından güclü hesab edilmişdir. Və daha sonra müəllif rahiməhullah buyurur ki, qulların bütün əməlləri onların qazancıdır, onların kəsbidir. Və müəllif burada kəsb adlı məşhur etiqadi bəhs barədə danışmağa keçir. Və kəsb barədə və onun tərifi barədə növbəti dərsimizdə daha ətraflı şəkildə danışacaq. Və müəllif bildirmək istəyir ki, qul əməlin yaranmasına təsir edən yaradıcı deyil. Təsir və yaratma burada yoxdan var etmək mənasındadır. Və bu məsələ əhl-i sünnət arasında qəbul edilmiş bir məsələdir. Lakin mübahisə nöqtəsi tamamilə başqadır. O da qul sadəcə kəsb edəndirmi, nəticə və təsir isə sadəcə səbəb və feil mövcud olacağı zaman feilin xaricində baş verir, yoxsa feil təsir edici bir gücün olması səbəbi ilə baş verir. Və bu mövzu barədə də biz növbəti dərsimizdə daha ətraflı danışacağıq. Və bu barədə alimlər arasında bir fikir ayrılığı var. Məşhur görüşə görə feil daxilində müstəqil bir güc yoxdur. İnsan sadəcə qazanan, kəsb edən tərəfdir. Feil onun iradəsi və qüdrətinə müvafiq tərzdə baş verir. Səbəblər isə sadəcə tanıdıcı əlamətlər hesab olunur və bir şey onların mövcudluğu ilə baş verir. Və bu da həmbəllərin əksəriyyətinin görüşüdür. Bu, cümhur həmbəllərin görüşüdür. Və bu bəhs alimlər arasında kəsb və xalqu əf'alil ibad olaraq keçməkdədir. Bu mövzu barədə növbəti dərsimizdə dediyim kimi daha ətraflı və misallarla danışacaq ki, məsələnin mahiyyəti anlaşılsın və alimlərin bu barədə görüşləri olduğu kimi təqdim edilsin. Və bugünkü dərsimiz bura qədər. Allah Cəllə və Alə bizi eşidib fayda götürən qullarından etsin. Və əxiru də'vana enilhamdülillahi rabbil aləmin.